Hər kəsə salam, mən Aynur Babayeva. Bugün sizlərlə birlikdə çoxluqlar mövzusundan 3 sualın izahına baxacağıq. İlk sualımız A ilə 12-nin bölənləri çoxluğu, B ilə 15-dən kiçik sadə ədədlər çoxluğu işarə edilmişdir. Gəlin çoxluqlarımızı yazaq. 12-nin bölənləri çoxluğudur. 12-nin bölənlərini qeyd etsək, 1, 2, 3, 4, 6, daha sonra və 12-dir. B çoxluğumuz isə 15-dən kiçik sadə ədədlər çoxluğu. 15-dən kiçik sadə ədədlər 2, 3, 5, 7, daha sonra növbəti 11, 13, 15-ə qədər sadə ədədlər bunlardır. Və bizdən istədiyi isə AB kəsişməsinin sayını tap. AB kəsişməsini yeni bir çoxluq kimi yazsaq, A və B üçün hər ortaq hədlərimiz 2, 3, daha sonra elə bu qədərdir. Bizdən isə N istədiyi üçün, yəni sayına baxsaq, N AB kəsişməsi isə çoxluğun da tərkibində 2 element olduğuna görə sayısı 2-yə bərabərdir. Növbəti sualda A çoxluğu A, B, P və Q elementlərindən ibarətdir. B çoxluğu isə A, B, C, D və E elementlərindən ibarətdir. Bu çoxluqlar üçün B-nin A-dan fərqinin sayını tapın. B-nin A-dan fərqi üçün yeni bir çoxluq yazsaq, hər ikisi üçün ortaq elementləri müəyyən etsək, A, B, sadəcə 2 element ortaqdır və baxırıq ki, B-də olub, A-da olmayan elementlər C, D və E elementlərdir. Buna görə də B-nin A-dan fərqi C, D, E elementləri olacaq. Bu çoxluğun sayı isə baxırıq ki, bu çoxluğumuzun tərkibində 3 element var. Sayımız isə 3-ə bərabərdir. Növbəti sual. Yenə bir A çoxluğu verir. Bu çoxluğun tərkibində 3, 6, 7, 8, 9 və 10 elementləri var. Növbəti B çoxluğumuz. Bu çoxluğun tərkibində də 1, 4, 6, 8, 9 və 11 elementlər var. Üçüncü çoxluğumuza isə daxildir 2, 3, 7, 10, 12 elementlər. Bu çoxluqlar verilmişdir. Bizdən istənilən isə İlk öncə B və C-nin kəsişməsini taparıq. B və C-yə kəsişməsinə aiddir ortaq elementlər B və C üçün 3, 4, 6, 7, 8, 9. Heç bir element aid deyil.
və A-nın da bu elementlərdən fərqini, yəni bu çoxluqdan fərqini istəyir. Bu çoxluğa heç bir element aid deyilsə, A-nın tərkibində olan bütün elementlər artıq bu çoxluqdan fərqli sayılmış olacaq. Yəni mən elə bunu sadəcə A çoxluğunun sayı kimi yaza bilərəm. A çoxluğuna da aiddir 3, 6, 7, 8, 9, 10. Yəni 6 element.